Bismillahirrahmanirrahim. Əziz və dəyərli izləyicilər, deməli bir neçə saat öncə dükana girmişdik. Bəzi hədiyyələr aldıq, bayram hədiyyələri. Qızım belə bir şey alıb, ətirdir. 1 manat qiyməti var. Böyük bir dəyər yox, amma mənim üçün çox dəyərlidir. Qızımın 9 yaşı var, balaca qızımdır. Belə bir hədiyyə alıb mənim üçün. Bax, biz bunlara bunu öyrənmişik. Bayramlaşmaq, hədiyyələşmək, təbrikləşmək. Bu bizə Allah və Rəsulun öyrətdiyi gözəl ədəblərdən, ərkanlardan biridir, əhkamlardan biridir. Ədəb ərkandır. Ataya, anaya qayğı göstərmək, diqqət göstərmək. Kiçik yaşlarından bunu biz uşaqlara öyrədirik. Balacalara rəhmli olmaq, böyüklərə qarşı hörmətli olmaq. Bu yaxşıdır, yoxsa bugün bəzi valideynlərin öz uşaqlarını öyrətdikləri. Baxın, bir neçə dəqiqə bundan öncə TikTokda gördüm, qabağıma çıxdı. Qız uşağıdır. Bir şənlikdir, toydur, bayramdır, nişandır, hər nədir bilmirəm, konsertdir. Bax, belə bir geyimdə, rəqqasə geyimində oynayır, rəqs edir. Yəni, bu yaxşıdır. Yoxsa uşaqların məscidə getməsi. Yəni, bu belə deyək də, məscidə getmək olmaz deyən bəzi insanların və övladlarıdır. Belə bir formada. Reklam çarxlarına çəkilirlər, nə bilim, toylarda, nişanlarda belə bir formada rəqs edirlər, oynayırlar, gedirlər və s. Məktəblərə qısa təkdə. Deyirlər belə yaxşıdır. Buna yaxşı deyirlər. Bu müasirlikdir, bu nə bilim, el şənliyidir, toydur, bayram nişandır deyirlər. Amma qız uşaqlarımız hicab taxanda, öz ayıb yerlərini örtəndə, hətta uşaq olsa da belə, az yaşlı olsa da belə fərq etməz. Deyirlər ki, bunu böyük bir problem edirlər. Qlobal bir problem. Bu şeylərin tədbirini görmək lazımdır. Bunları qadağan etmək lazımdır. Uşaqları bax bu cür efirlərə buraxanları, uşaqları bu cür geyindirənləri, keçindirənləri bax bunları cərimələmək lazımdır. Bunlara qadağalar olmalıdır ki, belə uşaq tərbiyə etmək olmaz. Sonra deyirik ki, niyə görə ölkədə uşaq təcavüzü artıb, uşaqlar itkin düşür və s. Bir sonrakilerde bu baş verir, bu hadisələr. Niyə görə? Bax, uşaqlarını belə geyindiklərinə görə, xüsusən qız uşaqlarını. Bax, bunlara qarşı tədbir görmək lazım. Bu cür insanlarla tədbir görmək lazım. Onları danlamaq lazım. Nəinki dindarları ki, niyə öz uşaqlarınıza belə deyək də, din öyrədirsiniz, niyə dini məcbur edirsiniz? Heç kəsə din məcbur etmirik, öyrədirik, sevdiririk və mənim qızım da bugün bizdən aldığı tərbiyə, Allahın dinindən aldığı tərbiyənin nəticəsi olaraq belə bir hədiyyə alıb gətirib mənə verib. Allah bütün müsəlmanların balalarını qorusun. Allah Teala müsəlmanların balını hifz eləsin. Bugün müsəlmanların dininə sataşmaq lazım deyil. Din düşmənçiliyi eləmək lazım deyil. Bəzi insanlar bugün qalxıblar, özü başına hərəkətlər edirlər. Bəzi məktəb direktorları, eşidirsən bəzi şəhərlərdə, qəsəbələrdə qız uşaqlarını hicablı şəkildə məktəbə buraxmır. Nəyə görə? Bugün bu şeyləri Yahudi məktəblərində edə bilərsiniz. Bəzi bu məsələləri qabardanlar var. Müsəlmanların dini ilə mübarizə aparanlar, müsəlmanların belə deyək də, namazı ilə, hicabı ilə mübarizə aparanlar. Bugün siz bu məsələləri qabarda bilərsiniz Yahudi məktəbləri ilə bağlı. Bugün Yahudi məktəbləri var ki, orada oxuyan uşaqlar hətta öz dinlərinə uyğun bir şəkildə geyimdə belə gedirlər. Xüsusən oğlan uşaqları, belə deyək də, onların xüsusi bir papaq geyimi var, başörtüyü var, təkkəyə oxşayır. Müsəlmanların təkkəsinə oxşayır, amma o biraz balacadır. Elə bir formada məktəbə gedir. Bugün mən öz övladıma və biz müsəlmanlar bugün öz övladlarımıza təkkə geyindirib məktəbə göndərsək, aləm dəyəcək bir-birinə. Amma bugün siz onu Yahudilərə deyə bilərsiniz, bugün o Yahudilərin məktəblərində hətta dini dərslər belə keçirilir. Yahudi dini onlara öyrədilir, Yahudilərin dini. Lakin bizim məktəblərə gələndə nəsə danışın, yox, bura mədrəsə deyil, bura nə bilim, məscid deyil, bura məktəbdir. Bəli, məktəbdir, biz demirik məktəb deyil. Lakin bu demək deyil ki, bir uşaq yəni öz dininə uyğun bir şəkildə məktəbə getməsin. Standart geyim forması gedir, lakin fərq nədir qız uşaqlarında? Uzun dondur və həmçinin başında hicab var. Qalın hamısı eynidir. Və hicab da, onun İslamı, dini, namazı onun təhsilinə maniyə deyil. Bizim uşaqlar var ki, müsəlman balaları, dindarların övladları var ki, bugün onlar belə deyək də, öz təhsillərində yüksək nəticələr əldə ediblər. İstər məktəbdə olsun, istər universitetlərdə olsun və s. Yəni, din təhsilə maniyə deyil, əksinə din ədəb, ərkan, əxlaqdır, inkişafdır. Bəli, kim həqiqi şəkildə öz dinini yaşayarsa, vallahi elə bu dünyada da inkişaf edir. Və bunu da, yəni, bu zaman da bunu göstərib, tarix da bunu göstərib və belə də inşallah görsənəcək. Nə qədər müsəlmanlar var ki, böyük uğurlar, nailiyyətlər əldə ediblər. İstənilən sahədə, istər idman sahəsində olsun, istər elm sahəsində olsun, bu din onlara mane olmayıb. Dinini də yaşayıb, öz həyatını da yaşayıb. Din elə həyatdır. İnsan öz həyatını dininə uyğun şəkildə qurmalı, planlaşdırmalıdır. Allah Teala müsəlmanları qorusun, Allah Teala müsəlmanları şərrin əhlindən qorusun, Allah Teala ölkəmizi qorusun və ölkə başçısı Allah ondan razı olsun. Allah onu xeyrə müvəffəq eləsin. Dəfələrlə çıxışlarında buyurub ki,
Bizim məktəblərdə hicab qadağan deyil. Lakin bəzi məktəb direktorlar öz başına olaraq qanunsuz bir şəkildə uşaqları, qız uşaqlarını məktəbə hicabla buraxmır. Möhtərəm prezidentimizin sözünü də yerə salır. Düzgün eləmirlər. Allah hidayət versin. Kim belə bir şeylə qarşılaşırsa, hörmətli nazirimiz var, təhsil naziri ona müraciət eləsinlər. Lazım olan yerlərə yazsınlar, öz şikayətlərini etsinlər. Allah bizi xeyrə müvəffəq eləsin, şərdən əhlindən qorusun, Allah təala ölkəmizi qorusun, daima əmin-aman etsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə əntə, estəğfiruke və etûbu ileyk.